Mən bir də axırda imkan versə tapacam, axtaracam onu, tapacam onu. Allah məsləhətliysə, əhsanı nasıl göstərəcəm? Son variant budur. Mən nasıl göstərməliyəm? Onu aşağıdan sonra nə baş verəcək? Ondan sonra göydə yeni dünya yaranacaq, cənnət boş yəni aləm dəyişəcək ondan sonra. İlah o qalxacaq, göydə yeni ikinci ruhlar dünyası, cənnət yaranacaq. Axtaracaqsınız onu inşallah. Mən axtarmaq olmuş Allah nə vaxtsa, o vaxt mən 2000-ci ildən axtarıram. 2000-ci ildə mən Xəzəbədə nəfər götürdüm, öz cibimin hesabını apardım. İlk dəfə bir qaya vardı, onun üstünə uyğun gəlirdi. Dedim bunun altı olacaq. Harda? Yardımlıda? Elə Kakras Perinbəlin üstündə Qızıl Qaya deyilən yer var. Harda? Qızıl Qaya, Perinbəl kəndinin üstündə. Perinbəl. Perinbəllə Gilar kəndi yanbayan kəndlərdə arasında 1 kilometr məsafə, kilometr yarım uzağı məsafə var. İkisinin arasında bir Qızıl Qaya var. Onu oxşatdım mən. Çünki orada möcüzələr baş verirdi. Yəni orada daş uçsanda yağış, təbiət hamısı hava şeyin, o proqnozunu ondan verirlər onlar. Mən ora oxşatdım. Adından, yeri uyğunluğundan ora. Getdim oraya qazmaq istədim, gördüm yox, bura deyil, bura daşlıqdır. Qayanın üstü daşlıqdır, bura deyil. Yəni ilk dəfə ora getdim. Ondan sonra da tez-tez rayonlara gedirəm, axtarıram. Bütün yardımını mən axtarmışam. Təxmini bilirəm ancaq Tansı dağlarının altında olmalıdır. Yəni bilirsiniz, bu böyük tikilidir. Bu balaca bir şey deyil. Ancaq onun qapısı bir dənədir. Və o qapıda 1 kvadrat metrlik yerdir. Sən onu düşünmək üçün bir dənə 1 kvadrat metr yeri tapmalısan. Yəni mən onu axtarıram. Sabah maliyyə tapılacaq, gidib təzdən axtaracaq. Yəni onlara görə yandım. Hansısa pulbor var mı? Var. Pulbor var da, o da puldur da. Məsələn, o da puldur. Ona görə pul xərcləməlisən sən. Bir sponsor tapa bilmirsiniz. Sponsor yox, bir sözlərdir. Mən getdim, bir nəfər tapmışdım. 5-600 min manat pulu vardı onun. Dedi, gedək mən sənə sponsorluq eləyəcəm. Getdim yenə akademiyaya, 2 il bundan qabaq. 3 il bundan qabaq ki, bəs belədən mənə kömək eləyin. Mənə icazə verin, bir sənə bir nəfər verin, yanımda getsin, yenə axtaraq. Deməli, georadar var, müasir. O da hətta müasir georadar 200-300 metrə qədər yerin altında nə tikili varsa, onun çertözünü çəkir, göstərir sənə. Yəni sən bugün əlində georadar olsa, bahalı georadar, onun qiyməti 50 minə qədər deyirlər. 50 minlik georadar olsa bu dəfə əlində, sən onu taparsan. Ancaq qapısını tapmaq üçün yenə o qapıya, o tapa bilərsən, bəli, onun qapısını taparsan. O da artıq əlavə xərcdir. Mən az xərclə nə imkanda axtardım. 10 minə qədər pul xərcləmişəm oram mən bu dəqiqə kimi. 10 minə qədər ümumi bu son bir 24 ildə. Təsəvvür edirəm, qohum əqrabası sizə nə deyir? Qızıl axtaram. Hətta rayona da gedirəm, bir qoca arvad çıxdı qabağımda. Başqa bir kənd vardı, oranın daş kənd deyirlər. Orada bir yaşlı arvad çıxdı qabağıma. Dedi, bala siz o qızılı qoca arvad deyil, bilmir qızıl gümüşlər. Dedi, bala siz gümüş axtaranlarsınız. Dedim, arxana, sən nə danırsan, nə gümüş axtarmaq? Biz abidə axtarırıq. Yəni yardımda məni tanıyırlar ki, bu nəsə axtarır. Bunları mən başlamıram, ət sandığı nədir, qızıl güllə nədir, ya nədir, mən bunları başlamıram. Ancaq deyirəm ki, yaxşı şeydir, qədim abidədir. Bu sübut olunsa Azərbaycan dünyanın müqəddəs ocağına çevriləcək, bütün dinlər gücünü itirəcək, bütün dinlərin ocağı olacaq Azərbaycan. Məkkəyə getməyə Azərbaycana gələcəklər, Yeruşalimə getməyəcək Azərbaycana gələcəklər. Biz bu qədər xeyir verəcək. Mən bunu akademiyada danışmışam. Akademiya üstü nə dedi mənə rəsmi verdilər. Siz bizim hesabımıza 3000-5000 pul köçürdün. Biz sizə icazə verək. Bu da Azərbaycan aliminin, Azərbaycan arxeoloqunun, Akademiyasının, Arxeologiya İnstitutunun aliminin fikri. Sənə pulu mənə ver, mən sənə pul verim. Mən bilmirəm, siz yiyirsiniz. Bütün hamısını nə qədər pul xeyir. Atqat istəyib. Atqat istəyib, mən pulum yoxdur. Mənə gidib cəmaatdan sonra xahiş eləmişəm, mənə finansır ödələ. O da deyib, yaxşı 300-500 min manat tanım eləyərəm. Gələksə o biznesini saxlayaydı, öz karxı olmur da, eyni vaxt olmur da, əgər mən onu saxlasaydım, mən alim ola bilməzdim axı. Mən o qədər kitab oxuyanməzdim, mən minlərlə kitab oxumuşam, mən onu oxuyanməzdim axı. İndi də vəziyyət belədir.